Salam, xoş gördük hər birinizi. Bu gün tarix fəlsəfəsi seriyasından birinci mühazirəmizə başlayırıq. Müzakirə etmək istədiyimiz sual tarix anlayışının məzmunu ilə bağlıdır. Yəni, əgər biz tarix fəlsəfəsini öyrənmək istəyiriksə, birinci olaraq tarix anlayışı deyilərkən nəyi başa düşdüyümüzə nəzər salmalıyıq. Bu aspektdən biz fikirlərimizi necə izah edə bilərik? Deməli, birinci sualımız tarix nədir? İlk baxışda sadə sual təsiri bağışlasa da, bu sualın cavablandırılması o qədər də asan deyil. İlk öncə qeyd edək ki, tarixin elmi şəkildən öyrənilməsi antik dövrə təsadüf etsə də, tarix anlayışının məzmunu həmişə eyni şəkildə qəbul edilməmişdir. Məsələn, bəzi tədqiqatçıların fikrincə, tarix ilk dəfə xüsusi düşüncə sahəsi kimi eradan əvvəl 7-ci, 6-cı əsrlərdə qədim Yunanıstanda meydana gəlmişdir, amma həmin dövrdə tarix deyilərkən onun bugünkü anlamda elmdən daha çox ədəbiyyatın müstəqil janrı olması qəbul edilirdi. Məsələn, biz Aristotelin fəlsəfəsinə baxa bilərik. Yəni, bu kontekstdə olduqca maraqlı bizə məlumatlar, faktlar təqdim edə bilər. Aristotel tarix deyərkən həm də təbiət hadisələrinə dair məlumatların sistematik şərhini başa düşürdü. Yəni, bugünkü anlamda biz tarixi daha çox cəmiyyət, sosial sistem ilə bağlayırıq, assosiasiya edirik. Amma Aristotel fəlsəfəsində tarix həm də təbiət hadisələrinə dair məlumatların sistematik şərhi ilə bağlı olmuşdur. Məsələn, Aristotel zoologiyaya aid əsərini heyvanların tarixi adlandırırdı. Dar məzmunda isə tarix deyərkən sadəcə olaraq keçmişdə baş verən hadisələrə dair müxtəlif hekayətləri nəzərdə tuturdu. Bu yalnız antik dövrdə Aristotel fəlsəfəsindən gətirmiş olduğumuz bir nümunədir. Yəni, Aristotelin fikirlərinə istinadən nəzərdən keçirmiş olduğumuz bir nümunədir. Amma müasir elmi fəlsəfə ədəbiyyatda tarix anlayışının məzmunu adətən iki kontekstdə şərh edilir. Deməli, birinci kontekstə baxaq. Tarix insan sivilizasiyası yaranan zamandan etibarən tam sosial sistem olaraq onun daxilində baş verən müxtəlif qəbildən olan hadisələr toplusudur. Bəzən bu kontekstin özünün də tərkibində iki subkontekst, iki hissə fərqləndirilir. Onlardan birincisi belədir. Tarixi inkişaf prosesini, yəni sosial hadisələrin yarandıqdan məhv olana qədər keçdiyi mərhələləri, onların aldığı yeni keyfiyyət hallarını və kəmiyyət göstəricilərini ifadə edir. Yəni, bu kontekstdən biz yanaşarıqsa, tarix sadəcə olaraq sosial hadisələrin inkişafındakı tarixiliyi göstərir. Amma bu tarix anlayışının məzmununa olduqca geniş bir aspektdən yanaşmadır. Yəni, biz bu aspektdən yanaşmış olarıqsa, məsələn, Marks və Engels'in Alman ideologiyası əsərində qeyd etdikləri kimi, bizim bildiyimiz yeganə elm yalnız tarix elmi olar. Yəni, praktik cəhətdən biz bütün digər elmləri tarix elminə aid edə bilərik. Onun bir alt sistemi kimi nəzərdən keçirə bilərik. Beləliklə, biz birinci kontekstin tərkibində yer alan ikinci subkontekstə keçid alırıq. Yəni, bu aspektdən biz tarix anlayışının məzmununu necə izah edə bilərik? Deməli, tarix bütöv sosial sistem olaraq cəmiyyətin tərkibinə daxil olan müxtəlif alt sistemlərin, yəni bura iqtisadi alt sistemdən tutmuş siyasi alt sistemə qədər müxtəlif sosial fenomenlər daxil ola bilər. Yəni,
bütün bu müxtəlif alt sistemlərin məcmusunu ifadə edir. Başqa sözlə, tarix nəzərdən keçirilən hadisənin digər sistemə, məsələn təbii sistemə deyil, məhz sosial sistemə, yəni cəmiyyətə aid olmasını nəzərdə tutur. Bu mənada biz, məsələn, təbiət və cəmiyyət hadisələrini, eləcə də təbiət və cəmiyyət qanunlarını müqayisəli şəkildə analiz edə bilərik. Deməli, biz iki subkontekstin hər ikisini izah etdik və əvvəldə qeyd etdiyimiz kimi tarix müasir elmi fəlsəfə ədəbiyyatda əsasən iki anlamda qəbul edilir. Yəni, bu iki subkontekst yalnız birinci məzmunun, birinci anlamın izahı ilə bağlı idi. Beləliklə, biz ikinci məzmuna keçid alırıq. İkinci məzmunda tarix tam sosial sistem kimi insan sivilizasiyasında baş vermiş müxtəlif qəbildən olan hadisələrin insan tərəfindən qavranılması, dərk edilməsi və qiymətləndirilməsi formasıdır. Biz bu kontekstin özünü də, yəni bu məzmunun özünün də tərkibində iki alt məzmunu, iki subkonteksti fərqləndirə bilərik. Bunlardan birincisi belədir. Tarix cəmiyyətin keçmişinin böyük sosial qruplar, bura xalqlar, millətlər, sosial siniflər və s. daxildir. Həmin adları qeyd edilən böyük sosial qrupların beynində inkası, yəni əks etdirilməsini özündə ifadə edir. Bu mənada tarix, tarixi şüuru bildirir. Və ikinci subkontekst birbaşa olaraq tarix terminini tarix elminə aid edir. Yəni, biz tarix deyərkən yalnız tarix elmini başa düşməliyik. Və bu nə deməkdir? Bu o deməkdir ki, mövcud fəlsəfi elmi ədəbiyyatlarda tarixi şüur anlayışı ilə tarix elmi anlayışı eyni anlayışlar kimi, məzmun baxımından eyni anlayışlar kimi qəbul edilmir. Yəni, əgər biz nisbi olaraq həcm baxımından müqayisə etməli olarıqsa, tarixi şüur, tarix elminə nisbətən daha geniş bir anlayışdır və tarix elmi tarixi şüurun bir alt qrupunu, alt sistemini özündə ehtiva edir. Başqa sözlə desək, tarixi şüur, tarixi elmi biliklərdən əlavə nisbi zaman məkan çərçivəsi ilə məhdudlaşan individual insan həyatının müəyyən məna kəsb etməsi üçün onun tərəfindən keçmiş, indi və gələcəyin qavranılması və onlar arasında bağlılığın qurulması, eləcə də tarixi hadisələrə müəyyən mənanın verilməsi üçün zəruri olan mənəvi-ruhi proseslərin məcmusu və bu qəbildən olan digər mənaları özündə ehtiva edir. Beləliklə, biz bugünkü mühazirəmizdə tarix elminin məzmununa dair müxtəlif yanaşmalara diqqət ayırdıq və onları ümumi şəkildə izah etdik və növbəti mühazirələrimizdə tarix elminin məzmununa yanaşmada müxtəlif fəlsəfi məktəblər, bu maarifçilik məktəbi və ya fenomenologiya və ya dini fəlsəfi məktəblər, yəni onların çərçivəsində tarix elminin məzmununun aydınlaşdırılmasına diqqət ayıracağıq. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.